İki kəsişən düz xətt arasında qalan bucağın hesablanması üçün bir ifadə çıxartmaq istəyirəm. Biz qayda olaraq bilirik ki, xətti funksiyanın x oxu ilə əmələ gətirdiyi, müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensi həmin xətti funksiyanın bucaq əmsalına bərabərdir. Demək K2 bərabər imiş tangens betaya, K1 də bərabər imiş tangens alfaya. Bizim məqsədimiz nədir? Bu iki xətti funksiyanın qrafiklərinin əmələ gətirdiyi bu fi bucağını tapmaq. Bilirik ki, bu daxili, daha doğrusu qarşı bucaqlar bərabərdir. Fidirsə bu da fi. İki daxili bucağın cəmi xarici bucağa bərabərdir. Finin cəmi betaya bərabərdir. Buradan çıxır ki, fi bərabərdir. Məqsəd nədir? Finin tapılması. Fi bərabərdir beta çıxılsın alfa. Yazdım. Deməli mən bunu fi bucağını axtarandım. Mənim məqsədim nədir? Biz bu bucaqların tangensini və kotangensini qiymətləndirə bilirik. K-dan asılı ifadə şəkildə, K-dan asılı şəkildə qiymətləndirə bilirik. K1, K2. Mən bu fi bucağının kotangensini tapmağa çalışıram. Deməli kotangens fi bərabərdir. Kotangens fi bucağı deyəndə nə nəzərdə tutulur? Beta ilə alfanın fərqi. Bunu da toplama teoremasına görə atsam, olacaq kotangens alfa vur kotangens beta plus 1 bölünmüş burada tərsinə kotangens alfa minus 1 kotangens. İndi baxırıq. Biz tangens alfanın K1 olduğunu biliriksə, demək buradan çıxır ki, kotangens, daha doğrusu kotangens alfa bərabər olacaq 1 bölünsün K1. Kotangens beta bərabər olacaq 1 böl K2. Kotangens fi bucağı bərabərdir. Buraya yazacağım 1 bölünsün K1. 1 böl K1 vur 1 böl K2 üstə gəlirsin 1. Məxrəcdə də 1 böl K1 minus 1 böl K2. Sadələşdirmə aparanda kotangens fi bərabər olur nəyə? Yuxarıda, daha doğrusu burada bir səliqəli yazım bərabərdir. Burada məxrəcdə alınır K1 ilə K2-nin hasili. Yuxarıda K2 çıx K1. Burada da deməli 1 bölünsün K1 K2 çıxılsın üstə gəlsin 1 bərabərdir. Sadələşdirib yazanda deməli olacaq burada K1 ilə K2-nin hasili 1 üstə gəlsin K1 vur K2. Aşağıda da K2 çıxılsın K1 bölünsün K1 vurulsun K2. K1 K2-lər hasillər gedir. Qalır sürətdə 1 plus K1 vur K2, məxrəcdə də K2 çıxılsın K1. Biz tapdıq nəyi? Kotangens fini. Bu bərabər oldu 1 plus K1 K2 1 K2 minus K1. İndi fi bucağını tapmaq istəsəm bunun arkını, ark kotangens yazmalıyam. Fi bərabərdir ark kotangens 1 plus K1 K2 K2 çıxılsın K1. Əgər 90 dərəcəli bucağı nə gətirsəydi? K1 K2-nin K1 ilə K2-nin hasili bərabər olacaqdı mənim.